Axşamlar vaxtınız xeyir olsun. Biz bu günləri Novxanadakı mənzildəyik. Burada o pləkan söhbəti var. O pləkanda mən orada 4 dənə pləkan qoymuşam, hansı ki fırlanır da 45 dərəcədən. Əgər onu qoymasaydım, həmin pləkan 4 dənə pləkan 1.20 edir. 1.20-də gəlib çıxacaq oralara və otaqdan çıxan, yataq otağından çıxan sanusilə getmək üçün axşam vaxtı birinci pləkana dəyib, sonra ayılacaq, sonra davam edəcək. O səbəbdən hələ olmasın deyə o pləkanı orada 45 dərəcədən fırlatmışıq. Adamın içine koyulacaksa bir şey Burada plana uygun gedir. Burada tek ayağı yolu olacaq. Və burada isə ayağı yolundan qaydırıb. Hansı ki tək yataq otağına aid olan hissə.